Aqrar Sığorta Fondunun məlumatına görə güclü yağış nəticəsində yaranan çay daşqınları və sel səbəbindən bəzi ərazilərdə əkin sahələrini su basıb, təsərrüfatlara ziyan dəyib. Fonda daxil olan bütün müraciətlər qeydə alınıb, ərazilərə baxış keçirilməsi, hadisələrin araşdırılması və zərərin qiymətləndirilməsi üçün aqrar sığorta ekspertləri bölgələrə ezam ediliblər. Sabahdan etibarən bölgələrdə su basmış əkin sahələrində zərərin qiymətləndirilməsinə başlanılacaq. Su basma hadisələrindən son günlər bizə müraciətlər kəskin artıbdır. Əsasən müxtəlif bölgələrdə kiçik və iri çayların daşması, onların nəticəsində əkin sahələrinin basması biz müşahidə edirik fermerlərin müraciətlərindən. Ən çox hadisələr, müraciətlər bizə Quba-Xaçmaz bölgəsindən, xüsusilə də Xaçmaz rayonundan və Şabran rayonundan daxil olubdur. Yeri gəlmişkən, sel su basma Aqrar Sığorta Fondu tərəfindən ən çox ödəniş edilən hadisələrdən biridir. Son 2 ildə biz sel su basma hadisələri üzrə təqribən 5 milyon manata yaxın biz ödəniş eləmişik.